Bir işə zamanı sərf eləyəndə eləməmişdən qabaq deyən dəyər yoxsa yox. Dəyərsə gedim dalıca, dəyməzsə yox. Elə bilirsən gedirsən bir şey almağa, məsələn telefon almağa. Yolda birini görürsən deyib bu qiymətə maşın ala bilərsən məsələn deyirəm. Ağıllı adam nə edir? Gedər həmin sərmayəyə daha qiymətli bir şey alar. Ömrümə də deyirəm, bax bu anları ki bu işə sərf elədim, hələ günahdan danışmıram, 2 savabdan danışıram. Bundan daha artığını əldə eləyə bilərdim. Amma müminin fikri, zikri bu məsələlərə sərf olunur. Bu işlərlə məşğuldur. Ömrünə dəyər verir, ömrünü faydalı keçirdir, özü üçün, başqaları üçün. Zamanı hər yerdə sərf eləmək qadağandır, bunu yadda saxlasın insan. Qadağandır. Özünə qırmızı xət müəyyən eləsin. Heyfdir bu ömür, otur oyun oyna. 1 saat, 2 saat əldə telefon oynayırlar görsən. Yekə kişilər. Fürsət tapan kimi elə bil ki, nəsə bir şey əldən gedir. Otur bir oyunu açır, oynayır 1 saat. Hədər eləyir ömrünü, boş eləyir ömrünü.